Hər bir valideynin arzusu uşağının sağlam, boylu, çəkili olmağını görməkdir. Boy uşaqlar üçün sağlamlıq göstəricisidir. Boy artımının vaxtından əvvəl dayanması və ya cırtdan boyluluq, boyun inkişafdan qalmağı müxtəlif endokrin səbəblərə bağlıdır və çox çeşidli bir xəstəlikdir. Biz bunu müxtəlif analizlərlə, bəzən testlərlə təsdiq edirik. Amma daha çox tiroid vəzi problemləri, yəni qalxanvari vəzin xüsusilə yetərsizliyi, boy hormonunun çatışmazlığı, cinsi hormonların erkən dövrəyə girməyi boy artımının dayanmasının ana səbəblərindən biridir. Əgər qız uşaqlarında erkən ərgənlik başlayırsa, bu da onun qidalanmasının, həyat tərzinə, bəzən alternativ xəstəliklərə bağlı olur. Onların sümükləşmə yükləri vaxtından əvvəl dayandığı üçün boyu vaxtından əvvəl dayanır və yaşları gəlib onları keçir. Yaxud da hipotiroidizm dediyimiz problem varsa, bu da boyun inkişafdan qalmağına səbəb ola bilir. Boy artımının dayanmasının bir çox səbəbi genetik xəstəliklərə bağlı olur. Xüsusən bizim ölkəmiz üçün də çox aktualdır Turner sindromu. Qızların boyu çox balaca qalır. Və yaxud da nanizm dediyimiz böyümə hormonu hipofiz vəzninin sekresiyasının azalması və yetərsizliyi olur. Ona görə mən valideynlərə müraciət etmək istəyirəm ki, əgər sizin uşağınız keçən geyindiyi ayaqqabısını bu ildə geyinirsə, uşağınız keçən şalvarını bu ildə geyinirsə və paltar dəyişmə ehtiyac görmürsə, mütləq bu sizi narahat etməlidir. Və uşağınız 15-16 yaşında artıq ərgənliyə girdikdən sonra, qız uşağı adət gördükdən sonra, yetkinliyə girdikdən sonra həkimə müraciətin mənası olmur. Bu baxımdan vaxtında müraciət həyat qurtarıcı olur və uşaqlarımız sağlam bir gəncliyi, sağlam bir insanlığı biz qorumuş oluruq.